Hər kəsə salam. Gəlin belə bir maraqlı diafonat tənliyi həll eləyək. Burada belə yaza bilərik. 5 üstü b bərabərdir a faktorial çıxılsın 1. Bizə məlumdur ki, 5-in istənilən qüvvəti 5-ə tam bölünür. Və bu tərəf 5-ə tam bölünürsə, LHS 5-ə tam bölünürsə, bu bərabərliyin doğru olması üçün RHS, yəni sağ tərəfdə 5-ə tam bölünməlidir. Deməli, bu da 5-ə tam bölünməlidir. Yəni, qısacası a faktorial çıxılsın 1, 5-ə bölündükdə 0 yəni mod 5-də 0 qalığını verməlidir. Yəni a faktorial mod 5-də 1 qalığını verməlidir. A faktorialı biz belə ifadə edə bilərik. 5k plus 1 şəklində. İndi baxın 5k plus 1 ifadəsi 5-ə bölündükdə qalıqda 1 verir, düzdürmü? Və biz a-nı 5-dən böyük bərabər götürsək, istənilən halda yəni burada 5 vurğu olacaq. A faktorialın içində mütləqdir ki, 5 vurğu olacaq. Yəni biz a-nın 5-dən kiçik olduğu hallara baxmalıyıq. Yəni a-nın 1 olduğu hal, 2 olduğu hal, 3 və 4 olduğu hallara baxırıq. İndi ilk hala baxırıq. A-ya 1 versək, 1 faktorialdan 1 çıxsaq eləyəcək 0. 5-in də heç bir qüvvəti 0 deyil. 2 versək 2 faktorial, 2-dən 1 çıxsaq 1 və B buradan 0 tapırıq. Bir həllimiz budur. Sonra A-ya 3 verdiyimiz hala baxaq. 3 faktorial 6 edir. 6-dan 1 çıxanda 5, B-ni də 1 tapırıq. Digər həllimiz budur. Və A-nın 4 olduğu hala baxsaq, 4 faktorial 24 edir. 23-dəki bizə doğru cavab verməyəcək. Yəni bu da deyil. Deməli 2 həllimiz var. A ilə B olacaq 2 ilə 0 və 3 ilə 1. Yəni, həllərimiz bunlardır. Ümid edirəm, faydalı olmuşdur. Əgər faydalıdırsa, kanala abunə olub, videonu like eləməyi unutmayın.